Xanımlar və cənablar, İctimai Televiziyanın efirində yenidən 61 verilişidir. Mövsümün ilk verilişində oynayanlar: Bakıdan hüquqşünas Akşın Atalızadə, Bakıdan Azərbaycan İqtisad Universitetinin tələbəsi İlahə Məhərrəmova və Şirvandan iqtisadçı Ramil Şəkərov. Bu mövsümdə də mərkəzə verilişin dəyişilməz aparıcısını dəvət edirəm. Nərmin Knyaz. Salam, hörmətli tamaşaçılar. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 61-in bu mövsümünün ilk oyununda hər birinizi xoş gördük. Bu mövsümdə verilişimizdə Azərbaycanın müxtəlif bölgələrindən olan intellektuallar yarışacaqlar. Oyunumuzun qaydaları dəyişməz olaraq qalır. Bu oyunda da mənim 61 cavabım var. Cavabın suallarını isə iştirakçılardan eşidəcəyik. Vurğuluyum ki, 16 seçim oyunu oynayacağıq və böyük finalda iştirakçılarımız məhz 5000 manat pul mükafatı uğrunda mübarizə aparacaqlar. Beləliklə, böyük finala da təbii ki, ən çox pul qazanmış iştirakçılar çıxacaq. Gəlin, elə vaxt itirmədən günün qalibini müəyyənləşdirək. İlk raund, 6 mövzumuz belədir. Kəndlər, tango, qapılar, yemək haqqında hər şey, ticarət mövzumuz var. O ilə bitir, o ilə bitən sözləri eşidərik. İlahə, buyurun seçim edin. Yemək haqqında hər şey 10. Unundan Rumunların ənənəvi mamalıqa yeməyini hazırladıkları bitki. Yeməyin tarixi dəqiq 6 əsrdən azdır. Çətin ki, Rumuniyada qarğıdalı Xristofor Kolumbun Amerikaya səyahətinə qədər tapılsın. Qapılar 20. Qırmızı dəniz ilə Ərəbistan dənizini birləşdirən göz yaşı darvazası. Akşin. Babel Məndəb nədir? Doğrudur. Kəndlər 10. 1631-ci ildə 300 nəfəri öldürərək bir çox İtalyan kəndini məhv edən vulkan. Akşin. Vezuvi nədir? Vezuvi vulkanı təkcə qədim Roma dövründə püskürməyib. Doğrudur. Davam edirik. Kəndlər 20. Ordusu 1939-cu ildə güya ki Maynila kəndini gülləboran edən ölkə. Bu səbəb Sovet İttifaqına müdaxilə üçün yetərli oldu. Akşin. Finlandiya nədir? Doğrudur. Kəndlər 30. Gəncədə yerləşən və yaradılanda Kənd Təsərrüfatı İnstitutu adlanan universitet. Akşin. Aqrar Universitet. O da Akşin. Kəndlər 40. Əsl adı Claude de Armoise adlı qadının özünü yalandan təqdim etdiyi Domremik kəndi doğumlu məşhur qadın. Amma Fransa kralı 7-ci Karl fırıldaqçını ifşa etdi. Ramil. Janna Dark kimdir? Odur Ramil. O ilə bitir 50. Gəmilər üçün təhlükəli olmasına baxmayaraq, yelkənli yarış qayıqları növünün adı olan təbiət hadisəsi. 60 il əvvəl tornado tipli yelkənli qayıqlar yarandı. Davam edirik. O ilə bitir 40. Məzarının axtarışına məşhur Gürcü xalq mahnısı həsr edilmiş qadın. Ramil. Suliko kimdir? Doğrudur. O ilə bitir 30. Peşəkarların dəqiqədə 120 zərbə sürətli, monoton ritmli, funkın sadələşdirilmiş versiyası və zəhlətökən melodiya hesab etdikləri musiqi üslubu. Diskonun belə xarakterizə edirdilər. Davam edək. O ilə bitir 20. Adı harmonik enerjinin yolu kimi tərcümə olunan döyüş sənəti. Ramil. Judo nədir? Deyil. Japonca do yol, ki enerji, ay isə harmoniya deməkdir. Söhbət Aikido'dan gedirdi. Davam edək. O ilə bitir 10. İtalyanların pronto, yəni hazıram sözü ilə əvəz etdikləri söz. Amma bizim də istifadə etdiyimiz söz mövzuya uyğundur. Ramil. Allo nədir? Doğrudur Ramil.
Tango 50. Rafiq Səkanın sözlərinə tango stilində musiqi yazmış xanım bəstəkar. Bizə tanış olan Qurban verərdim mahnısı belə yaranıb. Ramil, Elza İbrahimova kimdir? doğrudur. Tango 40. 1913-cü ildə rəsmi olaraq tangonu qınayan və katoliklərə onu rəqs etməyi qadağan edən dini lider. Ramil, Roma papası kimdir? odur Ramil. Tango 30. Argentinalı rejissor Carlos Saura'nın Oscar mükafatına namizəd olmuş, lakin qalib ola bilməmiş 1988-ci ilin filmi əvəzində çoxsaylı Argentina mükafatları aldı. Film elə tango adlanır. Davam edək. Tango 20. Çox sadə anaqramı tango olan kiçik ölkə. Tonga, Tonga nədir? Doğrudur. Tango 10. NATO əlifbasında tango sözü ilə ifadə edilən hərf. Ramil. T hərfi nədir? Odur Ramil. Ticarət 50. 2003-cü ildə bir musiqi parçasını 99 sentə yükləməyə icazə verən onlayn musiqi marketi. İlahə Spotify nədir? deyil. iTunes-ın tarixi belə başlayıb. Davam edək. Ticarət 40. Qədim Misir ticarət gəmiləri haqqında ilk qeydlərin müəllifi olan tarixin atası. Ramil, Herodot kimdir? odur. Davam edək. Ticarət 30. 1986-cı ilin Expo Ticarət sərgisində pavilyonun reklamında aktrisa Nastasya Kinski və tenisçi Boris Becker iştirak etmiş ölkə. Ramil, Almanya Federativ Respublikası nədir? odur. Ticarət 20. Ramil, 260 xalınız var. İlk raunddayıq. Günün fürsəti də sizin qarşınıza çıxıb. 40 xal. 40 xal? Bəli. Niyə belə az? Tam da bildiyim mövzu deyil ona görə. Aha, düşünürsünüz ki, Risk risk eləməm. etməyə dəyməz. Yaxşı, Ramil, 40 xallıq günün fürsətinin cavabını sizin üçün səsləndirirəm. Diqqətli olun. Bilin ki, bu, Marağaya gedən yolun üzərində bir zamanlar məşhur böyük Gülsarə bazarı yerləşən Cənubi Azərbaycan şəhəridir. Təbriz nədir? Təəssüf, söhbət Ərdəbildən gedirdi. Davam edək. Ticarət 10. Comancheros Meksika tacirlərinin əsas ticarətlərini apardıqları Hindu qəbiləsi. Ramil, Mayalılar kimdir? yox. Comancheros Comançılar ilə alış-veriş dedilər. Davam edək. Qapılar 50. Qapısının bir hissəsi öd kisəsi hesab olunan daxili orqan. Öd kisəsi və bir neçə ortaq vena və sinirli arteriyanı qaraciyərin qapısı adlandırırlar. Davam edək. Qapılar 40. Cənnətin qapılarını qoruyan və müsəlmanları qarşılayan mələyin adı. Ramil, Malik kimdir? yox. Əsasən sufi poeziyasında bu funksiya Rizvanın üzərinə düşür. Davam edək. Qapılar 30. İştar darvazası Avropalılar tərəfindən Berlinə aparılmış qədim şəhər. Akşin, Babil nədir? odum. Qapılar 10. Pekində artıq təxminən 600 yaşı olan səma dünyasının qapılarını görə biləcəyimiz meydan. Bu qapılar Tiananmen meydanına açılır. Səs eşitdiniz? Bu o deməkdir ki, ilk raundu başa vururuq. Gəlin xallarınıza nəzər yetirək. İlahə, mənfi 50 xalla ilk raundu bitirirsiniz. Akşin, sizin isə 110 xalınız var. Ramil, 170 xalla ilk raundu başa vurursunuz. Ancaq
Təbii ki, əsas nəticələr ikinci raundda bəlli olacaq. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 61 davam edir. Mövsümün ilk oyunundayıq və artıq ikinci raunda keçmişik. Gəlin ilk oyunun iştirakçılarını daha yaxından tanıyaq. Ramil, xoş gördük. Təşəkkür edirəm. Necə hiss edirsiniz özünüzü? Həmişə kimi normal, rahat. Ramil, sizin haqqınızda belə bir məlumat var. Zirvəyə qalxmısınız, Ekvadorda olmusunuz. İstəyirəm bu barədə biraz bizə danışasınız. Bu nə vaxt baş verib, necə bir təcrübə idi? 2017-ci ildə dostlarımla Cənubi Amerikada səyahət edən zaman biz Cuenca şəhərinə getdik. Cuenca dünyaya Panamanı təqdim edən bir şəhərdir. Geyim Panamanı. Və o şəhərin yaxınlığında eşitdik ki, El Cajas Milli Parkı var. Və orada çox 270-ə yaxın göl var və göllərin ətrafında lamalar var. Və biz də bunları görmək üçün getdik 30 kilometr kənardan El Cajas Parkına. Və oradan da piyada təxminən 11 kilometr getdik. Yəni bu alpinizm deyil, bu hiking idi. Rahat yollarla bir qədər nisbətən arada bir çətin yollar var idi. Getdik, çatdıq təxminən 4 saat yarıma həmin o Serra Architectus zirvəsinə. Tam zirvəyə qalxmadıq, ətəyində dayandıq. Çünki artıq orada sıldırım idi, biraz ləvazimat lazım idi qalxmaq üçün. Çox gözəl panorama var idi. Göllərə panorama var idi. Ramil, bu yolçuluq sizə nə öyrətdi? Deyirlər, adətən hikingə gedəndə, nə bilim, zirvəyə qalxanda, adətən əslində özünə yolçuluq eləyirsən. Yolçuluq insanı, ümumiyyətlə, hər bir səyahətdən insan zövq almalıdır və hər bir yerli, yaşayan, yerli insanların, aborigenlərin həyatı ilə maraqlananda çox maraqlı faktlara rast gəlirsən. Və bu oyunlarda da bəzən lazım olur bizə həmin o faktlar. Nə gözəl. Varmı növbədə görmək istədiyiniz yer? Var, bəzi yerlər var ki, inşallah planlaşdırıram. Davam eləsək, bölüşərsiniz bizlə. Mütləq, inşallah. Uğurlar sizə, Ramil. Təşəkkür ederim. İlahə, xoş gördük. Həyəcan var? Biraz var. İlahə, 3 sevdiyiniz şey haqqında məlumat verəndə musiqi, çay və toxumaq demisiniz. Belə anladım ki, musiqi fonunda çay içərək toxumaq. Bəlkə bir balaca bizə özünüz haqqında məlumat verəsiniz. Toxumağı niyə yazdığım haqqında danışa bilərəm. Çünki tələbə olduğuma görə ardıcıl imtahan stresi yaşayıram. Boş vaxtlarımda həm səbirli olmağı, həm daha sakit əhval-ruhiyyədə qalmağı həm də mənə öyrədir bu proses. Səbri sanki. Səbir təcrübəsidir. Çox maraqlıdır əslində sizin yaşınızda birisi üçün. Mən çox az insana rast gəlmişəm ki, hansı ki toxumağı hobi olaraq seçirlər. Daha çox yaşlılarla simvolizə olunur toxumaq prosesi, hobisi. İlahə, çətin situasiyalarda məzəli səbəblər tapıb gülə bilirsiniz demişsiniz. Sonuncu dəfə bu nə vaxt baş verib? Yəqin ki, çox olur məndə, amma ən yaxşı xatırladığım bu ilin əvvəllərində olan bir hadisə idi. Komanda yoldaşımla oyuna getmişdik, intellektual oyun. Amma cədvəli səhv saldığımıza görə 2-3 saat erkən getmişdik. Məyus olmadıq, vaxt itkisi olduğunu düşünmədik. Əvəzinə birlikdə daha yadda qalan vaxt keçirdik, şəhəri gəzdik. Heç nə negativ yanaşmırsınız yəni. Burada da udursaz negativ olmayacaq? Xeyr. Əsla. Nəsə öyrənəcəksiniz ən azından. Təcrübə oldu deyəcəm. Təcrübə oldu deyəcəksiniz. İlahə, uğurlar sizə. Çox sağ olun. Akşin, xoş gördük. Çox sağ olun. Necəsiz? Təşəkkür edirəm. Çox danışmağı sevmirsiniz. Ümumiyyətlə, situasiyadan asılıdır. Mühitdən asılıdır. Danışdıra biləndən danışaram, yəni. Düşünürsünüz. Ünsiyyətimiz alınandan əlbəttə. Xankəndində çalışmaq istədiyinizi vurğulamısınız. Mənə maraqlıdır, bunun xüsusi bir səbəbi var. Xankəndi adı ilə də, tarixi ilə də Azərbaycan torpağıdır. Hər zaman belə gözəlliyi çəkib, həm yerləşdiyi coğrafi mühit, həm şəhərin arxitekturası bir çəkicilik gəlib. Hər zaman uzun müddət arzusunda olmuşduq ki, o yerləri nəhayət ki, azad görək. Dövlətimiz, prezidentimiz, ordumuz nəhayət ki, tarixi missiyanı yerinə yetirdi. Bütün ərazimiz üzərində dövlətimizin suverenliyi bərpa olundu.
Onlar öz funksiyasını icra etdilər. Düşünürəm ki, həm şəhərin öz gözəlliyi işləmək üçün, yaşamaq üçün uyğundur, həm də bir mənəvi bir borc kimi. Biz də yəni bu həmin ərazilərin bərpasında biz öz töhfəmizi vermək üçün düşünürəm ki, orada işləmək həqiqətən çox xoş olardı, bir rahatlıq, huzur verərdi. Necə gözəl. Bir də vurğulanmısınız ki, siz yeməyi, gəzməyi, futbol izləməyi sevirsiniz. Var elə bir yerlər ki, mütləq şəkildə gəzib görmək istəyirsiniz? Təbii ki, düşünürəm ki, ilk növbədə ölkəmizin gözəllikləri boldur. Yəni, bəlkə də ölkəmizdəki bütün gözəllikləri görsək də kifayət eləyər. Amma xaricdə desə düşündüyüm, Türkiyədə olmuşam, İsveçrəni arzulayardım, oranın təbiəti çəkir. Yeni Zelandiya nədənsə cəlbedici gəlir, bilmirəm, qəribə bir xüsusiyyətdir. Heç vaxt yəni bir çox uzaq ölkədir, amma orada olmaq istəyərdim. Fərqli yerlər, maraqlı təbiət. Akşin, uğurlar sizə Çox də. sağ olun, Nətər. Hər birinizi tanımaq xoş idi. Artıq xatırladım ki, ikinci raunddayıq. İkinci raundda da bilirsiniz ki, bizim cavabların dəyəri 2 qat artmış şəkildədir. Gəlin, ikinci raundun mövzuları ilə tanış olaq. Kral, kraliça və ölkə. Yağış və külək mövzusunda oynayacağıq. Mətbuat. Mükafatlar mövzumuz var. Ağlamalı mövzu və kimya. İlahə, buyurun seçim edin. Ağlamalı mövzu 20. 1940-cı ildə öz nitqində həmvətənlərinə ağır zəhmət, qan tər və göz yaşları vəd edən İngilis. Ramil Kral Georg kimdir? deyil. Akşin. Winston Churchill kimdir? Doğrudur Akşin. Devam edək. Ağlamalı mövzu 40. Şair Heinrich Heine'nin sözlərinə görə insanı ağlatmaqda dramaturqdan daha mahir olan tələbəs. Ramil, Soğan nədir? təbii ki odur. Devam edək. Kral, kraliça və ölkə 100. Əsas limanlarından biri Kral Norodom Sihanouk'un şərəfinə Sihanoukville adlanan ölkə. Söhbət Kambocadan gedirdi. Devam edək. Kral, kraliça və ölkə 80. Kraliçası 1990-cı ildə James Clark Ross elmi gəmisini vəftiz etmiş ölkə. Bu gəmini Böyük Britaniya kraliçası 2. Yelizabet vəftiz edib. Devam edək. Kral, kraliça və ölkə 60. Kral Filippin eyni anda idarə etdiyi 2 qonşu ölkə. Sadəcə birində Kral 1. Filip, digərində isə 2. Filip kimi. Birinci kimi Portuqaliyanı, ikinci kimi İspaniyanı idarə edib. Devam edək. Kral, kraliça və ölkə 40. 1974-cü ildə Kralı Feysəl Time jurnalına görə ilin adamı olmuş ölkə. Akşin İordaniya nədir? deyil. Ramil, Səudi Ərəbistan nədir? Feysəl Əs-Saud Səudiyyə Ərəbistanının kralı olub, doğrudur. Devam edək. Kral, kraliça və ölkə 20. 1786-cı ildə Prusiya şəhzadəsi Henrixin az qala kral olacağı ölkə, amma o, okeanın o tayına getməkdən imtina etdi. Henrix az qala ABŞ-nın kralı olacaqdı. Devam edək. Yağış və külək 100. İspanların 1518-ci ilin avqustunda Əlcəzairdə mühasirəyə aldığı Osmanlı admiralı güclü külək İspan donanmasını darmadağın etdi. Admiral isə sahilə çıxmağı bacaranları məhv etdi. Akşin Xeyrəddin Barbaros Paşa kimdir? odur. Ağlamalı mövzu 60. Litvalıların sadə bir balıqçıya olan sevgisinə görə cəzalandırılmış dəniz tanrısı Yurata'nın göz yaşları hesab etdikləri daşlaşmış qətran. Akşin Kəhraba nədir? odur. Ağlamalı mövzu 80.
Akşin deyə bilərik ki, ikinci raundda siz şanslısınız. Çünki günün fürsəti sizin qarşınıza çıxıb və şansınız var ki, xalınızı artırasınız, rəqiblərinizdən öndə olasınız. Hal-hazırda 200 xalınız var. 100. Yaxşı, ikinci raunddayıq. Günün fürsətinin cavabını sizin üçün səsləndirirəm. Qəhrəmanım gəlmə kinoqrupun çəkdiyi filmin sujetini qaça-qaçda ağlamalı, axırda da evlənirlər deyə təsvir edən aktyor. İlham Namiq Kamal kimdir? Çəkiləcək filmi Arif Quliyevin qəhrəmanı Miriş belə təsvir edirdi. Təəssüf. Davam edək. Ağlamalı 100. 1810-cu ildə Miguel Hidalgo adlı rahibin nitqi ilə İspaniyaya qarşı müstəqillik mübarizəsi alovlanan ölkə. Bu nitq tarixə Dolores şəhərinin fəryadı kimi düşüb. Beləcə, Meksikanın İspaniyaya qarşı müstəqillik müharibəsi başlayır. Davam edirik. Mükafatlar 20. Oskarla təltif edən akademiklərin səsini hesaplayan böyük dörtlüyə daxil olan audit şirkəti. 3 hərf kifayətdir. İlahə, PwC nədir? odur İlahə. Mükafatlar 40. Admiral Togo Heihachiro'nun Payız Gülü ordeni və Yapon imperatorunun dəniz qüvvələrinin baş qərargah rəisi vəzifəsi alması ilə nəticələnən döyüş. Təbii ki, qalib gəlməsi səbəbilə. Akşin, Pearl Harbor nədir? yox. Bütün bunlar onun Tsushima yaxınlığında Rus donanması üzərində qələbəsinə görə mükafat oldu. Davam edək. Mətbuat 20. Beynəlxalq reportaja görə və sensasiyalı materialın mükəmməl təqdimatına görə təqdim edilən jurnalistika mükafatı. Bu, mətbuat konfransındakı məşhur Pulitzer mükafatıdır. Davam edək. Yağış və külək 40. Don, Nan, Si və Bey adlanan 4 daşın küləyi simvolizə etdiyi Çin stolüstü oyunu. Maçongda 4 cəhətin küləklərini ifadə edən daşlar belə adlanır. Davam edək. Yağış və külək 60. Uydurulmuş Makondo şəhərində təxminən 5 il ardıcıl yağış yağan yazıcı. Makondoda Buendia ailəsi yaşayır. Onlar barədə isə Gabriel Garcia Marquez yazmışdı. Mükafatlar 60. Alman həbsxanasında olarkən pasifist Karl von Ossietzky'nin aldığı mükafat. Ramil Nobel mükafatı nədir? deyil. Akşin. Nobel sülh mükafatı nədir? Odur Akşin. Devam edək. Mükafatlar 80. Oğulları Edward və Arthur da hokkey oynamış Kanadanın general qubernatoru. Akşin. Stanley kimdir? Doğrudur. Mükafat 100. 1938-ci ilin igidliyə görə Sovet medalında olan təyyarələrin sayı nədənsə cəmi 1 tank var. Bu medalda 1 tank və 3 təyyarə təsviri var. Devam edək. Mətbuat 100. 1902-ci ildə Məhəmməd Ağa Şahtaxtinskinin rəhbərlik etdiyi qəzet ixtisadca şərqşünas olmağı təsadüfdür. Şərqi Rus qəzetindən söhbət gedirdi. Davam edək. Kimya 100. Dövlət başçısının bu yaxınlarda Elmlər Akademiyasına və Elm və Təhsil Nazirliyinə anadan olmasının 120 illiyini qeyd etməyi tapşırdığı böyük kimyaçı. Akşin. Yusif Məmmədəliyev kimdir? O da Akşin. Kimya 80. Maddə və su arasındakı mübadilə reaksiyaları üçün ümumi ad. Su Yunanca hidrodur. Belə reaksiyada hidroliz adlanır. Devam edək. Kimya 60. Monomerlərdən
yəni balaca molekullardan ibarət böyük molekul. Məsələn, neylon üçün bu kaprolaktamdır. Monomerlərdən ibarət olan polimerdir. Davam edək. Kimya 40. Dövrü sistemin kariesin profilaktikası üçün diş macununa əlavə edilən 9-cu elementi. Ramil. Fluor və ya ftor nədir? Odur Ramil. Beləliklə ikinci raundu da başa vurduq. Final raunduna keçməzdən öncə xallarınızdan tanış oluruq. İlahə -30 xalla ikinci raundu başa vurursunuz. Təəssüflə qeyd etməliyəm ki, finalda bizdən oynamayacaqsınız. Ramil 210 xalla ikinci raundu bitirirsiniz. Akşin, sizin isə 350 xalınız var. Final raunduna keçməzdən öncə mən raundda oynayacağımız mövzunu açıqlayacağım. Sizin isə vaxtınız olacaq ki, hansı xallarla gediş edirsiniz, bunu müəyyənləşdirəsiniz. Beləliklə, finalda oynayacağımız mövzu ayaqqabı mövzusudur. Final raundunda günün qalibini müəyyənləşdirmək üçün görüşəcəyik. Əziz izləyicilər, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə İctimai Televiziyanın efirində 61-in mövsümünün ilk verilişinin final raundundayıq və artıq birazdan bu oyunun qalibi bəlli olacaq. Final raunduna keçməzdən əvvəl mən vurğulamışdım ki, hansı mövzuda oynayacağıq və iştirakçıların yetəri qədər vaxtı oldu ki, hansı xallarla gediş edəcəklər bunu müəyyənləşdirsinlər. Əgər doğru versiyanı yazsalar, bu xallar hesaba əlavə ediləcək. Yanlış olduğu təqdirdə isə hesabdan silinəcək. Beləliklə, finalda oynayacağımız mövzu ayaqqabı mövzusudur. Final raundunun cavabı isə belədir. Efiopiyada Yegebere Çamma adlı ayaqqabıların hazırlandığı rezin əşyalar. Əl işi olan Yegebere Çamma rahat olmasa da ucuz və dözümlüdür. 30 saniyəniz var. Vaxt bitdi. Gəlin versiyalarınıza nəzər yetirək. Ramil, sizin versiyanı görək. Təkər və ya köhnə avtomobil şinlərindən hazırlayırdılar. Doğrudur, hansı xalla gediş etmisiniz? 150 xalla gediş etmisiniz, 360 xalla oyunu tamamlayırsınız. İndi Akşinin versiyasına nəzər yetirək. Akşin kukla yazıb, təəssüf ki, yanlış versiyadır. Akşin, hansı xalla gediş etmişdiniz? 71 xalla gediş etmişdiniz, 279 xalla oyunu tamamlayırsınız Akşin və bugünün qalibi Ramildir, 360 xalla. Buyurun mərkəzə. Təbrik edirəm bir daha. Təşəkkür edirəm. Necə hiss edirsiniz? Normal, rəqibimlə uzun illərdir bir yerdə oynayıram Akşinlə. Hətta bir komandada uğurlarımız olub. Bir yerdə düşməyimiz bir təsadüf idi və bu dəfə mənim bəxtim gətirdi. Oyundan razısınız? Xeyr. Bu demək ki, davam edirsiniz bizlə. Bəli, səhvlərimi düzəltməyə çalışacağam. Ramil, o zaman növbəti oyunda sizi gözləyəcəyik burada. Vurğulayım ki, böyük finalda bizim iştirakçılarımız 5000 manat pul mükafatı uğrunda mübarizə aparacaqlar. Hazırki nəticələrə görə böyük finalın finalçısı tələbələrarası Azərbaycan çempionatının qalibi olmuş 5802 manatla Həsən Abbaslıdır. Beləliklə, əziz izləyicilər, gələn həftə eyni məkanda növbəti qalibi müəyyənləşdirmək üçün görüşəcəyik. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə bizi izləyirdiniz. Gələn həftə görüşmək ümidi ilə. Hələlik.